Hamıya salam, bizim evimizdə leksiya. Sağ. Deməli, uşaqlar, bugünkü dərsimiz reabilitasiya mərkəzinə aiddir. Yəni, yeni rezident reabilitasiya mərkəzinə gələndə hansı dəyişikliklər, hansı ayda gedir, o barədə danışacağım. Leksiyamızın adı dəyişikliyi qəbul etməyin yoludur. Bu fazalardır, yəni aylardır. Hansı aylarda, hansı proses gedir rezidentlərdə, ondan danışacağım sizə. Misal üçün, birinci ayda gələndə rezident reabilitasiya mərkəzinə şok vəziyyətindədir. Bildiyiniz kimi, bu necə mümkündür? Yəni, anlaya bilmir də. Çünki aktiv istifadədə olan insan ən azı bir 5 il, 3 il, 10 il birdən-birə gəlir düşür narkotiksiz həyata, gəlir düşür reabilitasiya mərkəzinə, başa düşə bilmir, şok vəziyyətində olur. Bir ay demək olar ki, onda sağlam düşüncə yox, plus ağrısı, emosional durumu yaxşı olmur. Həmən insan şok vəziyyətində olur. Ona vəsvəsələr gəlir sürətli formada. Həmən vaxtda da görürsünüz ki, onun burada staj bratı olur, ona köməklik olunur, dəstək olunur. Ən çox ona qayğı göstərilir ki, o özünə gələ bilsin. Bu birinci ayda gedən proses. İkinci ayında artıq reabilitasiya mərkəzində biz başlayırıq onun inkar mexanizmi ilə işləməyə. Ki, həmən insan demək olar ki, inkarda olur da. Yəni, mən həftədə bir dəfə eləmişəm, 10 gündən bir dəfə eləmişəm. Yəni, mən içirdim, misal üçün, alkoqolik deyil, mən içirdim, deyib işimi görürdüm. Həftədə bir dəfə içirdim. Düzdür, həftədə bir dəfə içirdim, amma bir dayıları zapoy gedib 10 gün içir. Eləcə də narkomanın, misal üçün, ikinci ayında gedən prosesi inkar olur. Amma ikinci ayında o tapşırıqları başlayır yazmağa, onda gedən proseslə, burada gedən oynan danışıqlarda yavaş-yavaş başlayırıq biz həmən insanın inkarına işləməyə. İkinci ayda gedən onda prosesi, üçüncü ayda məyusluq gəlir həmən insan. İnkar yavaş-yavaş qırıldıqca insan başlayır eləməyə, məyus olmağa. Başa düşür ki, ziyan verib, özünə də ziyan vurub, yaxınlarına da ziyan vurub, proses düz getmir. Həm də həmən vaxtda bizdə o itkilərini başlayır yazmağa, zadanya. İtkilərini başa düşəndə bilir ki, həmən insan başlayır onda məhsulluq prosesi getməyə. Ola bilər də, yəni həmən momentdə misal üçün məyus olub, yenə də inkarda ola bilər ki, özüm bilərəm. Amma yavaş-yavaş onda proses gedir də, yəni bu hər ayda başqa-başqa proseslər gedir. Bu üçüncü ayında depressiya. Mənə heç nə lazım deyil. Çünki həmən adam bizim mərkəzdə başlayır diblərini yazmağa. Diblərini yazanda həm yazanda, həm verəndə o həqiqətən də depressiya deyək də, yəni biz düzdür o kömək eləyirik, qoymuruq həmən insanı depressiyada qalmağa. Amma ən azından o istifadə vaxtında hansı ki, o ən ağır diblərini ki yaşayıb, o şeyləri başlayır yazmağa. Onda bu proses gedir. Bax, ən əsası